Rusiyanın Yamal-Nens Muxtar Dairəsində 2025-ci ilin aprelində yeni miqrasiya qaydaları qüvvəyə minib, iqtisadiyyatın bir sıra sektorlarında əcnəbilərin işi məhdudlaşdırılıb. Lentaz yerli mediaya istinadla bildirir ki, patenti olan xarici vətəndaşların işləməsinə qadağa mərhələli şəkildə tətbiq edilir və bu ilin sonuna qədər davam edəcək. Aprel ayında qüvvəyə minən dəyişikliklərə əsasən Yamalda iqtisadiyyatın müxtəlif sahələrində çalışan əcnəbilərə 3 mərhələdə qadağa tətbiq olunacaq, deyə regional hökumətin mətbuat xidməti rəsmi Telegram kanalında bildirib. Yeni qaydaların yalnız patentlə işləyən miqrantlara şamil edildiyi vurğulanır. Bəyanatda məhdudiyyətlərin 3 mərhələni əhatə etdiyi və müxtəlif iqtisadi fəaliyyət növlərinə təsir etdiyi açıqlanıb. Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Ukrayna, Türkmənistan, Abxaziya və Cənubi Osetiya vətəndaşları patentlə Yamalda işləyə bilməyəcəklər. Fəaliyyət Qırğızistan, Belarusiya, Ermənistan və Qazaxıstan vətəndaşları üçün əlçatan olacaq. Rayon hakimiyyət orqanları reqlamentin tətbiqi ilə bağlı məsləhətlərin alınması üçün əlavə resurslar təqdim ediblər. Qaynar xəttin nömrələri və sənədin tam mətninə, habelə iqtisadi fəaliyyət növlərinin təsnifatına keçidlər rəsmi mənbələrdə dərc olunub. Qeyd olunur ki, yeniliklər məşğulluğun tənzimlənməsinə və regional əmək bazarında sabitliyin təmin edilməsinə yönəlib.